наемных солдат, которые убивают женщин, стариков, детей. Всех убивают. Горбачев, будь ты проклят! Не надо мне их ни защиту, не надо. Меня азербайджанский народ защищает. Меня мой муж защитит. Не надо только. Такую защиту я не хочу. Tarixdə bütün xalqlar azadlıqlarını qanla alıblar. Lakin heç biri bizimki qədər cəsarətli və qorxmazcasına olmayıb. Mübarizəni əliyalın, silahsız aparmaq xalqın dəyanət göstəricisidir. Yeni nəsil olan bizlər azadlığın qədrini bilmirik. Bizlər o Sovetə qulluq dövrünü görməmişik. Canını bu azadlıq uğrunda qurban verənlərə görə. Azərbaycanın azadlıq mübarizəsi başladıqda Sovet rejimi buna çox sərt reaksiya verdi. SSR kimi bir imperiyanın Azərbaycanı itirməsi, dağılması demək idi. Bu səbəbdən Gorbaçov Azərbaycana qoşun yeritdi. Düşündü ki, bu qoşun azadlıq istəyən xalqın önünü alacaq. Amma xalq tankların qarşısına əliyalın çıxdı. Şəhid olsalar da ölüm qorxusu onları azadlıq eşqindən ayrı sala bilmədi və onlar qanları ilə Azərbaycanın azadlıq möhrünü vurdular. Azərbaycanın azadlıq yanğısı o qədər böyük idi ki, bu başqa xalqlara da sirayət elədi və Sovet imperiyası bunlara dözə bilməyərək dağıldı. Fikrimi Babəyin bu sözü ilə bitirmək istəyirəm. Azadlıq verilmir. Alınır. Qan bahasına. Qurban bahasına. Azərbaycanımı azad görməyincə qılıncımı qınına qoymaram.